Ruh haqqında bayaq qeyd elədiyimiz kimi müxtəlif yanaşmalar mövcuddur. Hətta deyək ki, dinsiz elmdə də, elmsiz dində də bunlar ziddiyyət təşkil edib, xurafata aparıb çıxardır. Yaxşı olar ki, elmlə dinin vəhdətində bu ruh məsələsinə toxunulsun. Məsələn, mən son vaxtlar baxıram, qərb alimləri də ruh məsələsinə artıq başlayıblar inanmağa və hətta onlar eksperiment aparırlar xəstəxanalarda filanda ki, ölmüş insanın nə qədər yüngülləşir, çəkisi, güya ki, yəni bu cür onlar ruha hətta bir keyfiyyət, kəmiyyət də istinad etmək istəyirlər. Mən sizə bir şey demək istəyirəm. Mən qabaqlar köhnə qədim mənbələrin birində bir İslam aliminin Aristoteldən belə bir nəql etdiyi məsələni oxudum, qarşıma çıxdı ki, ruh insanın bədənində seyr edir. İskəndərin məhz qələbəsinin səbəbi, bütün dünyanı fəth eləməsinin səbəbi bundan asılıymış ki, ruh hər ayın bir günündə insanın müxtəlif orqanlarında olur və Aristotel də bu məsələni İskəndərə dediyi üçün və İskəndər də qarşı tərəfin, belə deyək, o hərb etdiyi tərəfin az bir qoşun sayından, məsələn, deyək ki, o qədər də güclü olmayan bir qoşunla, məsələn, o qarşı tərəfi həmin yerinə xəsarət yetirməklə əsgərlərinə deyirmiş, məsələn, deyək ki, həmin gün ruh olur sol qolda. Məsələn, hətta orada onun bir sxemini də vermişdi ki, 28-29 ərəb ayının günlərinə uyğun olaraq ruh məsələn ayın birində insanın başında olur, ikisində sağ gözündə olur, üçündə qolunda olur. Siz buna necə əsaslandırırsınız? Ruh insanın bədənində, cisminin daxilindədirmi, çöldədirmi, ya onu müşayiət mi eləyir? Bu necədir sizcə? Quran işığında baxsaq, təbii ki, Allah Teala deyir ki, onun içinə ruhundan üfürdüm, vücudun içindədir. Amma vücudun içində dediyimiz kimi, təbii ki, bizim iç orqanlarımız kimi içimizdə olması demək deyil. Biz vücudumuza virtual şəkildə bir enerji mənbəsi kimi baxsaq, enerji şəklində, qeyri-fizik şəkildə, o bir enerji şəklində bizim içimizdədir. Amma görünməz bir şəkildədir. Çünki bu günləri tibbi alətlərlə də belə baxsaq, orada heç bir şey görməyimiz mümkün deyil təbii ki. Amma o fikir hardan gəlir əslində? İnsanın içində ruhun haralardasa olması. Çünki belə bir fikir formalaşıb ki, insana həyat verən ruhdur. Ruh insanı ayaqda saxlamaq üçün və insandan çıxarsa insan öləcək. Təbii ki, insan öldüyü zaman ruh insandan çıxır. Çünki vücuddakı enerji artıq tükəndiyi üçün ruhu cəzb edib içində saxlaya bilmir və ruh insandan ayrılıb yaradana doğru getməyə başlayır. Amma İnsana Quran-ı Kərimdə baxdığımız zaman Allah Teala deyir ki, sizə həyat verən bizik. Allah ruhdan danışmır. İnsana dayanmadan Allahın əmrindən enerji daxil olmaqdadır. Və daxil olan enerji ilə insan yaşamaqdadır. O yüzden də ruhun hansısa tərəfdə olması məsələ deyil. Çünki insanın sadəcə olaraq iç hissəsində, sağ tərəfində bildiyimiz kimi ruh yaşayır. Tən yaradan insan vücudu ona aiddir. Qalan o birisi hissəsi isə, sol tərəfi isə nəfsə aiddir. Bu iki varlığın sanki bu bir evidir. Və bizim vücudumuz da bu iki varlığın hansı birinizə sözü ilə həyatını qurmağa çalışacaq. Yəni, iradəsi ilə o seçimi eləyəcək. Bəli. Ruh əbədidirmi? Ruh haqqında Allah Teala özündən üfürdüyünü anladır və ona qovuşacağından danışır. Zamanı haqqında bir şey söyləmir Quran-ı Kərimdə. Amma bildiyimiz kimi Allah əbədi olduğu üçün təbii ki, Allahdan ayrılan ruh təzədən Rəbbinə doğru getdiyi üçün əbədidir. Amma bu əbədiliyi bizim düşüncə standartımıza görə əbədidir. Məsələn, Quran-ı Kərimdə Allah Teala cənnətin cəhənnəmdə əbədi qalacağımızdan danışır. Amma bir başqa yerdə cəhənnəmin cənnətin də divarlarını çatlayacağından danışır. Çünki bir başqa ayəyə baxsaq deyir ki, Allahdan başqa hər şey fanidir. Deməli, yaradılan hər bir şey bir gün məhv ola bilər. Amma bizim düşüncə standartlarımıza görə, bizim bugünkü zaman ölçülərimizə görə Allah Teala o cür şəkildə anladır ki, cənnət cəhənnəm bu dünya ilə müqayisədə əbədidir. Amma bir gün onun da görünür sona yetməsi var. Amma bayaq dediyimiz kimi bizim təkamülümüzün zirvəsi bugün orada olmadığı üçün Allah Teala bugün düşüncə standartlarımıza görə bu qədəri ilə danışır.